Arada bir ermənilərə baxın. Bəli, bəzən düşməndən də öyrənmək lazımdır. Bir baxın görün ermənilər necə özlərinə saxta bir tarix yaradıb, sonra o saxta tarixlə xalq olaraq qürur duyurlar. Bugün ermənilərin fəxr etdikləri qədimi erməni tarixi hamısı qondarma tarixdir. Oturub yazdıqları nağıldır, amma bu nağılı gerçək kimi qəbul edirlər. Ermənilərin qəhrəmanları kimdir? Heç biri gerçək qəhrəman deyil. Ya sonradan uydurulmuş qəhrəmandır, ya da bir cinayətkara, sözün əsl mənasında caniyə qəhrəman deyiblər. Heykəl ucaldıblar, sitayiş edirlər o qəhrəmanlarına az qala. Amma biz nə edirik? Tariximizdə mövcud olmuş gerçək qəhrəmanlarımızı bəyənmirik, xoşumuza gəlmir, müzakirəyə çıxarırıq, imtina edirik. Təbii ki, hər kəsə aid deyil, bunu edənlərədir sözüm. Bunu niyə edirik? Bunu niyə etmək lazımdır? Niyə biz gerçək qəhrəmanlarımızla qürur duya bilmirik? Məsələn, Şah İsmail Xətai böyük bir şəxsiyyətdir, bir sərkərdədir, dövlət adamıdır. Amma az qala imtina edirik. Deyirik ki, Şah İsmail Xətai bizim qəhrəmanımız deyil, bizim babamız deyil. Bunu niyə edirik? Baxın, belə danışırsınız, təbliğ edirsiniz, gənc nəsil nə eşidir? Ona inanmasa ikisi inanar. Sabah o da sizin dediyinizi təkrar edər. Bunu etmək bu xalqa vurulan ən böyük zərbələrdən biridir. Tamam, biz heç nə demirik, Şah İsmail Xətai kimdir? Gəlin sizə Türkiyənin məşhur tarixçisi, profesör Tufan Gündüz sizə desin ki, kimdir? Görün kimdir Şah İsmail Xətai. Şimdi konuştuğumuz tarih bizim kendi tarihimiz. Kendi tarihimizi doğru konuşalım, doğru yorumlayalım. Biz başkasının tarihini konuşmuyoruz. Şah İsmail dediğimizde Türktür. Şah kulu da Türktür. Ayaklanmayı çıkaranlar da Türktür. Bastıranlar da Türktür. Tebriz'de kılıçtan geçirildiği iddia edilenler de Türktür. Kılıçtan geçirenler de Türktür. Şimdi biz şimdi bir saniye dur. Ya Türktür ama şimdi Türk tarihi anlatırken bu da bizim büyüğümüzdür diye mi anlatalım? Bu da evet, Şah İsmail bizim büyüğümüzdür. Altını kalın bir çizgiyle çizerek yani söylüyorum. Şah İsmail Türktür, Türk tarihinde de yeri vardır. Vardır. Hem de iyi bir Türktür, sağlam bir Türktür. Türk tarihinde de parlak bir yerde duruyor. Çok da parlak bir yerde duruyor. Eşitdiniz mi? Şah İsmail Xətai Türk oğlu Türktür, bir Türk sərkərdəsidir və Türk profesör nədir? Tarixçi profesör bizim böyüyümüzdür deyir. O bizim böyüyümüzdür deyir. Biz də bəyənmirik, xoşumuza gəlmir, imtina edirik. Bəzən düşünürəm ki, görəsən bunu edənlər nə etdiklərinin fərqindədirlərmi? Bunu niyə edirlər? Məqsədli şəkildə mi edirlər? Bunu etmək onlara nə qazandırır? Şah İsmail Xətai Türk oğlu Türktür, bizim ulu babamızdır, qürur duyuruq, qəhrəmanımızdır və qəhrəmanlar müzakirəyə çıxarılmaz, bilirsinizmi? Bir qəhrəmanı qəhrəman kimi də qəbul etməyə bacarmaq lazımdır. Qəhrəmanlarımıza dil uzatmayaq, sevək, ən azı hörmət edək.